بسم الله الرحمن الرحیم. الحمد لله رب العالمین والعاقبة للمتقین والصلاة والسلام على سید المرسلین محمد و آله الطاهرین. سیما بقیة الله في الأراضین واللعن الدائم على أعدائهم أجمعين من الآن إلى قيام يوم الدين. أعوذ بالله من الشيطان الرجيم. شهر رمضان الذي أنزل فيه القرآن هدى للناس وبينات من الهدى والفرقان. Hər sözdən əvvəl Allahın dərgahına şükürlər olsun. Bizə icazə verdi bu ilin ziyafətində iştirak edək. Və bu mübarək və müqəddəs ayı dərk edib və bu ayda Allaha ibadət etməyi başlayaq. Bu mübarək ay Allahın öz ayıdır və onun adın öz müqəddəs kitabında zikr edir və bizim üçün də bu ayı Quranda tanıtdırır. Və bu ayın fəzilətindən sayır ki, həm bu ayın adı Allahın kitabında zikr olub və bu yeganə aydır ki, onun adı Quranda zikr olur. Və həm də bu ayın üstünlüyünə işarə edərək Quranın nazil olduğunu bu ayda çatdırır, bəyan edir. Şəhru Ramazan, Ramazan ayı, o necə aydır? Əlləzi unzilə fihil Qur'an, elə bir aydır ki, bu ayın içərisində Quran nazil olur. Hudəllin-nas və bəyyinatin minəl-huda vəl-furqan. Və bu kitab insanları tərbiyə edir, hidayət edir və insanlar bu kitabın vasitəsilə və belə bir ayda tərbiyə alırlar və hidayət olurlar. Və əsasən bütün nazil olan kitablar bu ayda nazil olub. Həzrəti İmam-ı Sadiq əleyhissalatu vesselam buyurur ki, Tevrat da mübarək Ramazan ayında nazil olub, Ramazanın 6-sında. Buyurur, İncil də Ramazan ayında nazil olub, 12-sində. Zəbur da bu ayda
18-də nazil olub. Quran isə Qədir gecəsi nazil olub və Qədir gecəsi mübarək Ramazan ayındadır ki, Quran özü buyurur, Qədir gecəsi Ramazan ayındadır. Ona görə də bu ayda Allah möminlərə xüsusi inayət edir, lütf edir, mərhəmət edir, məhəbbət edir, öz rəhmətin, öz bərəkətin bu ayda nazil edir. Və onun rəhmətindən sayılır, insanların yuxusunu da buyurur, bu ayda mən ibadət yazıram. Əgər bir mömin, namaz qılan, oruç tutan mömin bu ayda yatırsa, buyurur ki, Peyğəmbər buyurur, bax, müminin yuxusu da Ramazan ayında ibadət sayılır. Həzrət buyurur ki, hətta bir nəfəs ki alır və nəfəsin ki verir, buyurur, hər bir nəfəs ki alırsan və verirsən, möminsənsə, onların hər birisi bir zikr yazılır. Elə bil ki, Allahı zikr edirsən, Allahı təsbih edirsən. Subhanallah, elhamdülillah, la ilahe illallah, necə dilin zikri deyir. Həzrət buyurur, bu ayın fəzilətindən budur ki, sənin nəfəsləri də Allah zikri savabında qəbul edir. Ondan sonra buyurur, bu ayın fəzilətindəndir ki, duaların hamısı bu ayda müstəcab olur. Duaların hamısı qəbul olur. O dualar ki biz edirik, o hacətlər ki biz Allaha yalvarırıq və diləyirik, buyurur, onların hamısı Allahın məhzərində qəbuldur. Amma o ki sənin məsləhətindir, onu verir. O ki istəyirsən, lakin məsləhətin deyil, onu sənə vermir. Amma onun yerinə savab verir. Onun yerinə o qədr savab verir ki, mən bəzi hədislərdə gördüm, deyəsən usul-u kafidə, buyurur ki, o qədr, o qəbul olunmayan dualar var. O sənə vermədiyin hacətlərə ki, dua eləyirsən, amma vermir. Allah o qədr savab verir ki, qiyamətin günündə dünyada verdiyi hacətlərə peşman olacaqsan. Dünyada verdiyi hacətlərə, qiyamətdə peşman olursan ki, onu da verməsəydi, saxlasaydı, burada versəydi, daha yaxşı idi, daha məsləhət idi. Buyurur, bütün qapılar açıqdır. Haranın qapıları? Buyurur, Allahın rəhmətinin qapıları və cənnətin qapıları. Belə bir mübarək ayda onların hamısı açılır. Möminlərə buyururlar ki, gəl cənnətdə öz evi, otaqları bəzə. Necə bəyin, gəlinin adamlarına deyirlər, gəlin gəlinin otağın bəziyin. Tökülür, qohum əqrəba gəlir, gəlinin otağın bəziyir. Buyurur, orucluq ayında möminlər, gəlin otaqlarınızı bəziyin. İbadətlər ilə, itaətlər ilə, zikr ilə, istiğfar ilə, tövbə ilə, salavatla, Quran oxumaqla, ehsanla, orucla, namazla, qonşulara yaxşı xidmət etməklə, ata-ananın xidmətində olmaqla, valideynə qulluq eləməklə, evladuğa məhəbbət eləməklə, ustadın hörmətin saxlamaqla, hər bir əməlinə, müqəddəs əməlinə, mübarək əməlinə, bəzə otaqları, qapılar açıqdır, icazə verirlər sənə daxil olasan. Və cəhənnəmin qapıları buyurur bu ayda bağlanır. Şeytanın qolları bu ayda bağlanır. Cabir ibn
Abdullah Ansari rəhmətullah taala əleyh deyir, mən İmam-ı Baqir əleyhissalamın huzurunda oturmuşdum. İmam-ı Baqir əleyhissalam mənə söhbət eləyirdi. Mənə danışdı, ta gəldi çatdı bura ki, Peyğəmbərdən bir hədis nəql elədi mənə. Dedi, Cabir, bax, İslam Peyğəmbəri belə bir hədis bəyan elədi. Buyurdu, ya məşərəl muslimin, ay müsəlman cəmaati, İza tələ'ə hilalu şəhri Ramazan, elə ki gördüz Ramazan ayının hilalı görsəndi və Ramazan ayı daxil oldu, Gullət mərədətüş şeyatin, şeytanlar zəncirlərin içərisində bağlandılar və əsir oldular. Və futihət əbvabul cinan, və cənnətin də qapları açıldı və əbvabur rəhmə, və Allahın rəhmət qapları da bütün möminlərin, müsəlmanların üzünə açılır bu ayda. Vəğulliqət əbvabun nar, otun da qapları bu ayın içərisində möminlərin üzünə bağlanır. Və stucibət dua, möminlərin duaların Allah icabətə yetirir, qəbul eləyir. Və kanə lillah ində kulli fitrin utəqaə ya'tiquhum minən nar. Hər gün ki iftar vaxtı olur, oruc tutanlar otururlar iftar açmağa, buyurur Pərverdigar aləm, hər gün bir böyük iddə müsəlmanlardan, möminlərdən bağışlayır. Ütəqaə ya'tiquhum minən nar, onları otdan azad eləyir. Və munadin yunadi kullə leylətin, və hər gecə bir nida eləyən, bir səsləyən, bir çağıran, bir dəvət edən, bütün insanları dəvət edir. Həl min sailin, sual eləyən varmı? Allah'ı çağıran varmı? Dursun çağırsın. Həl min müstəğfirin, tövbə eləyənlər dursunlar, tövbə eləsinlər. Əstəğfirullah Rəbbi və ətubu iləyh deyənlər, səcdə eləyənlər, münacat eləyənlər, gecə yarısı dəst namaz alanlar, səccadə üstə oturub sübh namazın gözləyənlər, qibliyə dayanıb Allaha namaz qılanlar, baş əyənlər, rükû edənlər, səcdə edənlər, zikr deyənlər, Quran oxuyanlar dursunlar, vaxtıdır. Nə qədər oxuyurlar, oxusunlar. Allahümmə ə'ti kullə munfiqin xələfa. Peyğəmbər buyurdu bu hədisdə. Dedi, ilahi, o insanlar ki bu ayın içərisində infaq edirlər, ehsan edirlər, öz malları ilə yoxsulların halın soruşurlar və onları təmin edirlər, az da olsa imkanları qədər, ilahi, onların malların ki verirlər, mallarının əvəzin sən özün ver. Nə qədər ki ehsan edirlər, ilahi, o ehsanı qoyma yerdə qala, azalmasın bunların malından. Biz elə bilirik ki, əgər birinə bir şey versöh, bir fəqirə, bir yoxsula ehsan eləsöh, o bizim cibimizdən gedir. Halbuki, yox, sən verirsən, sənin arxonda Peyğəmbər dayanıb səni dua eləyir ki, ilahi, bu nə qədər verdiyi qoyma bunun malından azala. Əksinə bəlkə çoxalt. Və ə'ti kullə mumsikin tələfa. İlahi, onlar da ki, qorxurlar, vermirlər, paxıllıq eləyirlər, öz malların özlərinə saxlayırlar və başqasına vermirlər. İlahi,
onların malının da bərəkətin kəs. Onların malının bərəkətin kəs. Qoy malları onlara savab qazanmasın, onlara cənnət qazanmasın. İnsanın malının bərəkəti ondadır ki, o malın, o pulun, o devlətin vasitəsilə insan özünə axirət qazana bilər. Hər pulla sən axirət qazana bildin, o pul bərəkətlidir. Əgər axirət qazana bilmədin, onun bərəkəti yoxdur. Denən, onda pulumun hamısını verin başqasına. Yox. Evvə ki çörək alırsan, o da ehsandır. Uşağıva ki paltar alırsan, o da ehsandır. Yoldaşıva ki yemək alıb aparırsan evə, o da atıya, anıya, qohuma, əqrəba, hamısına nə mənə xəşləyirsən, ziyarətə gedirsən, həccə gedirsən, bax, bunların hamısı sən üçün ibadət sayılır. Bunların hamısı bərəkətdir. Özü üçün yemək, geymək, paltar, avadanlıq, hər bir şey, bunların hamısı sənə lazımdır. Buyurur, bunlar da, başqası da, olmayanlar da. Bax, buyurur, bunların hamısı sənə ibadət sayılır. Bunların hamısı ilə sən cənnət qazanırsan. Bunların hamısına Allah savab verir, əcr verir. Amma o pulu ki ondan günah eləyirsən, o pulu ki o pulun vasitəsilə insan günaha düşür, buyurur, o pullarla cəhənnəm qazanır insan. Bir nəfər deyir, Əbdürrəhman adında, deyir, mən, atam dedi ki, mən Peyğəmbəri görmüşəm və Peyğəmbərin məhzərində oturub, ondan istifadə etmişəm. Deyir, atam mənə danışırdı, deyirdi ki, mən Peyğəmbərin xidmətində oturarkən Həzrət mövizə eləyirdi. Orucluq ayının barəsində söhbət eləyəndə, deyir, Həzrət buyurdu ki, şəhrun fəradallahu əzzə və cəl siyaməhu. Orucluq ay bir aydır ki, Allah bu ayda orucu vacib eləyib. Və sənnə qiyaməhu. Və bu ayda qiyam eləməyi, namaz qılmağı, ibadət eləməyi, müstəhəbbi ibadəti insanlara bir müstəhəbbi ibadət kimin təyin edir. Fəmən saməhu və qamə. Hər kəs bu ayın orucun tuta və bu ayın ibadətin eləyə imanən və ihtisabən, iman məqsədi ilə, başqa məqsəd ilə yox, iman məqsədi ilə xərəcə min zunubihi kə yevmə vələdəthu ummu. Buyurur, bax, Allah onun günahlarını bağışlayar, o günahdan xaric olar, necə uşaq anadan dünyaya gələndə heç bir günahı yoxdur, buyurur, orucluq ayı qutaranda mömin ocur olar, möminin heç bir günahı qalmaz. Ona görə də Peyğəmbər bu ay girəndə dua eləyirdi. Həzrətin dualarında var. Buyurur, elə ki, Ramazan ayının hilalın Həzrət baxırdı və görürdü. Və kanə Rəsulullah sallallahu aleyhi və aleyh. Yaxşı Ramazan ayıdır bu salavat sənin özülənlərin Peyğəmbərə bir yaxşı salavatdır. Allahümmə səlli ələ Muhammed və ali Muhammed. Deyir, elə ki Peyğəmbər Ramazan ayının hilalını görürdü, İza əhəllə hilalə şəhri Ramazan istəqbələl qiblə. Ay görcəyin ki, da yəqin elədi ki, sabah orucluq aydı, orucluğun ayın gördü, üzü qibliyə dururdu və rəfəə yədəy, əllərin qaldırırdı göyə və qalə, bu duanı orada oxuyurdu Peyğəmbər. Deyirdi, Allahümmə əhhilhu aleyna bil-əmni vəl-iman. İlahi, bu ayı təzələ biz üçün. Əmniyyət və imanla bərabər. Bu ay bizə təzələnir, biz giririk təzə aya.
Lakin səndən xahişim budur ki, bu ayın içində əmniyyət və asayiş və həm də iman bizim üçün olsun. Və səlaməti vəl-İslam. İlahi, bu ayın içində bizim hamımız salamat və özdə İslam çərçivəsində salamat. İslam çərçivəsində salamat. Vəl-afiyyətil mücəllələ. İlahi, sağlamlıq bizə inayət elə. Bütün üzvlərimizə, bütün bədənimizin hamısı sağ-salamat olsun və rizqil vasi'. İlahi, bu ayda bizim ruzumuzu bol elə və dəf'il əsqam və bələlərin hamısın bizdən uzaq elə. Allahümmə rzuqna siyaməhu və qiyamə. İlahi, bu ayın orucun bizə nəsib elə. Bu ayın ibadətin bizə nəsib elə və tilavətəl Qur'an fihi və bu ayda Quran oxumağı bizim üçün nəsib elə və səllimhu lənə və tüsəllimhu minna və səlləmna fihi. İlahi, bu ay bizim üçün mükəmməl olsun, əvvəli, axırı üçün o da mühümdür. Adam var görürsən, əvvəlindən bir gün bilmir. Adam var görürsən, axırından bir gün bilmir, ya kəsilir, ya başa düşmür, ya başqa səbəblərə görə. İlahi, bu ay bizə əvvəldən axıra mükəmməl surətdə bizə bəyan elə, bizə əyan elə, biz bilək bu ayın əvvəl axırın və səllimhu minna və bizi də bu ayda salamat elə. Oruç tutaq, xəstələnməyək, xəstəlik səbəbi ilə oruc yeməyək, müsafirət səfər səbəbi ilə orucumuzu yeməyək, bu ayın ibadətləri bizim əlimizdən çıxmasın. Və səlləmna fihi ki, ilahi, bizdən qəbul elə və biz səhihən və salimən bu ayda sənə ibadət eləyək və bu ayın ibadəti bizə nəsib olsun. Həzrəti Əli əleyhissalam indi nə görmüşdü, mən bilmirəm. Yəqin ki, bir şey görüb, bu cür buyurur. Buyurur ki, heç vaxt siz orucluq ay, Ramazan ayı daxil olanda əsəblənməyin, narahat olmayın. Yəqin ki, indi bir yerdə görüb biri əsəblənəndə, biri narahat olanda Həzrət bu cür buyurur. Həzrət buyurur ki, İzâ rəəytəl hilal, elə ki, Ramazan ayının hilalın gördün, fəla təbrəh, narahat olma, əsəblənmə və qul, Allaha dua elə. Denən, Allahümmə inni əsəlükə xeyrə hazə şəhr. İlahi, bu ayın xeyrin mən səndən istəyirəm. Və fəthəhu və nurəhu və nəsrəhu və bərəkətəhu və təhurəhu və rizqəhu. İlahi, bu ayda pirozluq, qələbə, nur, nuraniyyət, bərəkət, paklıq, ruzi, bax bunları mən səndən istəyirəm. Və əsəlükə xeyrə ma fihi və xeyrə ma ba'dəhu. İlahi, bu ayın içərisində olan xeyri istəyirəm. Bir də bu aydan sonra nə qədər xeyr var, onları da mənə nəsib elə. Bu ay qutarandan sonra yenə mənə xeyr nəsib elə. Allahümmə ədxilhu aleyna bil-əmni vəl-iman və-səlaməti vəl-islam vəl-bərəkəti və-təqva və-tövfiq lima tuhibbu və tərza. İlahi, rəhmət, bərəkət, tövfiq, müvəffəqiyyət. Axırda da buyurur ki, lima tuhibbu və tərza. İlahi, hər nəyə sən razısan, hər nəyi mənim barəmdə sevirsən, onları mənə nəsib elə. Mən bilmirəm sən nəyi sevirsən, az bilirəm. Amma hər nəyi sən sevirsən, hər nəyi istəyirsən, onların hamısın mənə nəsib elə. Və bu böyük şərafətdir insana, əgər insan bu ayın fəzilətin başa düşə və ayın əvvəl günlərindən özün hazırlaya bu ayın ibadətinə. Harunun bir qardaşı var idi, Harun ər-Rəşidin.
Xəlifə Əbbasi. Onun bir qardaşı var idi, Harunun oğlu idi, Məmunun qardaşı idi. Məmunun qardaşı idi. Deyir, bunlar oturmuşdular, Məmun xəlifə olan vaxtdaydı. Nə qədər də yan yörəsində, ətrafında adamlar var idi, onlar da yığışmışdılar, orucluq ayı girdi, bunlar çıxmışdılar, aya baxırdılar. Ki, görək, ay görsəndi, ya görsənmədi. Deyir, ayı görəndən sonra gəldilər, oturdular, dualar oxudular bəziləri ki, ay daxil olub, Ramazan ayı daxil olub. Məmunun bir qardaşı var idi, Əbu İsa adında, Harunun oğlanlarının biri idi. Deyir, Əbu İsa da o qıraqda uzanmışdı, eşidirdi bu söhbətləri. O eşidəndə öz-özünə bir şeir oxuduyor da. Şeiri oxuyanda dedi, Dəhani, şəhrəs-sovm, la kanə min şəhri, və ma sumtu şəhrən bə'dəhu, آخرالدهر فلو كان يعدين الإمام بقدرة على الشهر لاستعديت جهدي على الشهر. Bu şeiri orada yatmışdı, oxudu. Şeir nədir? Dedi ki, ilahi, çox böyük bir müsibət üz verdi mənə. Ayın görsənməyi, ay ki görsəndi, mənə çox böyük müsibət üz verdi. Kaş heç bu ay görsənməyəydi, bu hilali görməyəydilər. Və kaş mən ömrümün axırına qədər day heç oruçluq ayı görməyim. Onun mənzuru bu deyirdi ki, ömrüm qutarsın. Mənzuru buydu ki, yəni oruçluğu tətil eləyək. Day mən oruçluq görməyim. فَلَوْ كَانَ يَعْدِينِ الْإِمَامُ بِقُدْرَةٍ Əgər qardaşım Məmun xəlifə-i Əbbasi mənə kömək eləsə, Ələşşəh ləstə'dəytu cəhdi ələşşəh. Mən çalışardım ki, orucluq ayın tətil eləyim və day gözümüz orucluq ayı görməsin. Əgər mənə kömək eləsəydi qardaşım xəlifə, mən bu işi görərdim ki, day ömrümüzün axırınacan bu orucluq axır orucluq olardı bizə. Tarixdə yazırlar ki, o orucluqdan sonra Allah onu bir dərdə giriftar elədi ki, baş ağrı tutmuşdu. Nə otura bilirdi, nə dura bilirdi, nə yata bilirdi. Belə bir dərdə o mübtəla olmuşdu. Və gələn oruçluğa da day çıxmadı. Elə necə ki demişdi, duası qəbul oldu. Odur ki, Həzrət buyurur ki, bu ay daxil olanda, bu ayda Allaha münacat eləyin, Allaha yalvarın, Allaha dua eləyin, ibadətləri eləyin, ibadətləri yerinə yetirin və çalışın ki, bu ayda Allahın rəhməti sizə nazil olsun. Çünki Peyğəmbər o vaxt ki dua elədi, dedi, ilahi, bax bu ayda bütün möminlərin hamısına rəhməti nazil elə və Həzrət buyurdu ki, bu ay Allahın rəhməti hamıya nazil olur. Bir nəfər durdu, dedi ki, ya Rəsulallah, münafiqlərə də sən buyurursan Allah hamını bağışlayır, münafiqləri də bağışlayır. Ağa buyurdu ki, əl-münafiqu kafirun. Münafiq kafirdir. Və leysə bi kafir fizə şeyun. Kafirə ki, Allahın rəhməti nazil olmaz oruçluqda. Münafiq də kafir ilə ikisi bir yerdədir. Məqsədim möminlərdir. Ənəs ibn Malik deyir ki, Peyğəmbər durdu çıxa mənbərə, 3 dənə pilləsi vardı mənbərin. Əvvəl pillədə buyurdu, amin. İkinci pillədə də buyurdu, amin. Üçüncü pillədə də buyurdu, amin. Dedilər, ya Rəsulallah, kim dua elədi sən amin dedin? Dedi, mən pillələri çıxanda Cəbrail dua elədi, mən onun duasına amin deyirdim. Ya Rəsulallah, Cəbrail nə mənə dua elədi?
Dedi, Cəbrail dua elədi, dedi, sən ki, dedin, Allahın rəhməti hamıya nazil olacaq və Allah hamını bağışlayacaq bu ayda 3 iddədən başqa. Biri o adamlardılar ki, onlar aq valideyn idilər. Atalar, anaları onlardan razıdır. Həqqə, batilə yox. Həqqə. Yəni, atanın sözü haqdır, bala onun sözünə baxmır. Bir var, ata haqdır, bala baxmır. Bir var, ata deyir ki, sən içki içməsən, mən səndən razı olmayacağım. Onun eybi yoxdur, elə, narazı olmağının məsləhəti var, məsləhətdir. O narazı olsun. Çünki hər yerdə atanın sözü, Allahın sözü ilə düz gəldi, orada vacibdir, itaat eləyəsən. Harda atanın sözü ilə Allahın sözü düz gəlmədi, Allahın sözü üstündür. Amma sənin ixtiyarın yoxdur ona hörmətsizlik eləyəsən. Kafir də olsa. O sənə desin, sən də başı salaşağa qulaq as, ondan da Allahın sözünə bax. Da ona hörmətsizlik eləmə. Çünki atondur. Allah icazə vermir ki, ata kafir də olsa, insan atasına hörmətsizlik eləyər. İkinci iddə o adamlardılar ki, orucluq ayında onlar orucluqdan bəhrə aparmırlar. Orucluğun namazın qılmır, orucun tutmur, haramlarından çəkinmir, vaciblərin yerinə yetirmir. Orucluqla, şəbanla, şəvvalla, mayla, vayla heç birisi buna fərqi yoxdur. Elə buna necə başqa mövcudlar, bu da o cürdür. Şəbanla Ramazanın qoyuna fərqi var, balığa fərqi var, ilana fərqi var, bülbülə fərqi var. Bu da onlara qoşulur. Buna nə şəvval var, nə Ramazan var. Dəliyə həmişə bayramdır. Buyurur, üçüncü iddə bulardır. Bunlar Ramazan, qeyri-Ramazan bilmirlər nədir. Müsəlman olsalar da. Buyurur, üçüncü iddə ki, istisna elədi Peyğəmbər, o adamlar ki, onlar Peyğəmbərin adını eşidirlər, amma Peyğəmbərə salavat demirlər. Allahümmə salli ala Muhammed və ali Muhammed. Allahümmə inna nəsəlükə və nəd'uk bismikəl azimil ə'zəm el-ə'azzil əcəllil əkrəm və bil-Hüseyn ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. Ya Allahu, ya Allahu, ya Allah. İlahi əllərimizi naumid qaytarma. İlahi dualarımızı müstəcab elə. İlahi şər'i olan hacətlərimizi rəva elə. İlahi aqibətimizi xətmi bi xeyr elə. İlahi günahlarımıza qələmi əfv çək. İlahi ölənlərimizi qəriq rəhmət elə. İlahi bu ayın ibadətin hamımıza nəsib elə. İlahi bu mübarək ayı axir Ramazanımız qərar vermə. Pərverdigara şeytan şərrindən, nəfs-i əmmarə şərrindən hamılarımızı hifz elə. Pərverdigara hacətlərimizi rəva elə. Allah bizi namaz qılmayanlardan eləmə. Allah bizi bağışlamamış qəbr evinə aparma. Allah bizi Kərbəlai eləməmiş öldürmə. Dünyada Hüseynüvün ziyarətindən, axirətdə şəfaətindən binəsib eləmə. Pərverdigara iltiması dua deyənlər hacətlərin rəva elə. Qəbrimizin əvvəl gecəsində nur-i vilayətdən bizi ayrı salma. Xalis olan salamlarımızı imam-ı zamanımıza yetir cinan. Mübarək olan qəlbin hamılarımızdan razı elə. Bi haqqi Muhammedin və alih ve بحق سورة المباركة الفاتحة مع الصلوات. اللهم صل على محمد وآل محمد. بسم الله الرحمن الرحيم.
الحمد لله رب العالمين الرحمن الرحيم مالك يوم الدين إياك نعبد وإياك نستعين اهدنا الصراط المستقيم صراط الذين أنعمت عليهم غير المغضوب عليهم ولا الضالين. بسم الله الرحمن الرحيم. قل هو الله أحد الله الصمد لم يلد ولم يولد ولم يكن له كفوا أحد.